Deməli millət, bugünkü video olacaq bizdə motivasiya videosu və bu motivasiya sizə tradingdə çox önəmlidir. Ona görə dostlar, mənim konseptim həm motivasiya, həm də tradingdir. Trading mənim öz işimdir. Motivasiya isə mənim vəzifə borcumdur və bunu mən eləməliyəm. Çünki hər bir insan bildiyini öyrətməlidir və insanlara göstərməlidir. Ona görə də millət, mən bildiyimi və etdiklərimi insanlara göstərirəm ki, kimsə nəsə eləmək istəsə, hansısa bir bacarığı olsa, götürsün həyatında tətbiq eləsin. Bizim izləyicilər hamısı trader deyil. Bizdə trading səhifəsində olan adamlar az olur. Yəni burada görürsünüz adam çoxdur. Nəyə görə? Çünki burada hamı trader deyil. Burada çox adamlar mənim fəlsəfəmə dəstək olaraq, mənim fəlsəfəmi dəstəkləyərək izləyirlər və fayda tapırlar uşaqlar. Mən də hal-hazırda oturmuşam belə millət. Bakaşdo təkəm və hal-hazırda yazdı. Mən uşaqlar açmışam qapı pəncərəni. Qəşəng evdə abu-hava yaratmışam özüm üçün. Vəsə belə bir skromni çay uşaqlar. Bir dənə şirniyyatım var. Zavtrak eləyəcəm. Mən səhər dururam saat 12-yə kimi. Yemək yemirəm. Sadəcə bir stəkan su içirəm. Vəsə. Millət, bu xeyirdir sizə və saat 12-yə kimi sizin bədəniniz oyanmaq prosesindədir və sizin bədəniniz nə qədər ac qalsa o qədər sizə xeyirdir. Yəni bizi anladıblar ki, çox yemək lazımdır, boş söhbətdir. Bədən nə qədər ac qalırsa millət, o qədər yaxşıdır sizə. Demirəm gedin acından ölün, amma özünüzü yaxşı hiss eləmək üçün bu dəqiqə mən oturmuşam millət. Mən sizə söz deyim ki, bu dəqiqə məndə olan energiya heç 20 yaşında adamda yoxdur və Trumpda olan energiya heç məndə yoxdur. Yəni deyim sizə, biləsiz. Bilirsiniz necədir uşaqlar? Energiya deyilən bir şey var. Energiya ilə işləmək lazımdır. Energiya bilmək lazımdır nədir? Mən sizə bunu öyrədirəm. Trading aydındır, okey, başa düşdük. Bu bizim fiziki dünyada olan işimizdir. Yaxşı, bu aydın oldu mənə. Fiziki dünyada biz pul qazanırıq yaşamaq üçün. Bəli, bu lazımdır, vacibdir, bunu eləmək lazımdır. Bu hər birimizin işidir. Ümumiyyətlə millət, varlı olmaq normal haldır. Varlı olmaq normal haldır. Kasıb olmaq anormal haldır. Yəni bunu bizə həmişə yalandan yeridiblər ki, o birisi dünyanı fikirləş falan, belə şeylər millət sizin başınızı doldurmaq üçündür. Uşaqlar, əgər məni izləyirsinizsə, mən sizə bir dənə şey deyim. Hər şey buradadır. Burada siz özünüzə hamısını eləyə bilirsiniz. Simulyasiyanın içində yaşayırıq. Hər şeyin üstü açılır. Mən prosto bunları deyib özümü problemə salmaq istəmirəm. Mənim ehtiyacım yoxdur bunları deməyə. Özünüz prosto biraz göz açıq olun, girin, maraqlanın, baxın, görün. Hər şeyin üstü açılır, hər şey görünür artıq. Bizə illərlə nə yeridiblər, nə deyiblər. Yəni bunlar hamısı uşaqlar sizi düşüncənizdən ayırmaq üçündür və zamanlar olub ki, belə şeyləri ümumiyyətlə danışmağa imkan verməyiblər. İndi isə dostlar, internet var, indi artıq belə şeylər normallaşıb və hamı bunu danışa bilir. Millət, düşüncəni dəyişmək lazımdır uşaqlar. Ən birincisi, məsəl üçün, istənilən bir işdə siz uğurlu olduğunuza inanmalısınız. Yəni inanmaq lazımdır ki, siz uğurlusunuz. Əgər uğurlu olduğunuza inanmasanız, sizdə o iş alınmayacaq. Çünki siz özünüzə uğurluyam dedikdə sizə energiya gəlir. Belə deyim, götürün özünüzdə eksperiment keçirdin, pis sözlər işlədin ağzınızda və yaxud da ki, yaxşı sözlər deyin. Baxın, görün sizdə hansı hisslər əmələ gəlir və onu şərh bölməsində bildirin uşaqlar. Çünki bizdə də burada yenə də konkurs keçirilir. Həmən bu videodan siz $50 qazana bilərsiniz. Akademiyada olanınsa akademiyada paylaşmışam və qalibləri isə burada qoymuşam və sən də qalib ola bilərsən, bizdən mükafat ala bilərsən dostum. Bütün sosial şəbəkələrdə də izləməyi unutmursan dostum, çünki hər yerdə biz nəsə paylaşırıq. Hardasa paylaşanda hardasa çatmır. Yəni hər şeydə çatdıra bilmirik. Ona görə hər yerdə izləyirsən və hər yerdə məlumat alırsan. Çünki millət, bu dəqiqə sizə deyəcəyim şeylər, yəni dediyim şeylər, danışdığım şeylər hamısı realdır. Dünyada hər şey fraktaldır. Biz bu gördüyünüz təbiətlə millət eyni materialdayıq uşaqlar. Yəni baxın, siz istədiyiniz şeyi həyatınıza cəlb eləyə bilirsiniz. Sizə illüziya verən nədir? Sizə illüziya verən uşaqlar puldur. Pul sizə illüziya verir. Pulum yoxdur, mən onu eləyə bilməyəcəm. Pulum yoxdur, mən bunu eləyə bilməyəcəm. İnandırım ki, pul sənə kömək eləməyəcək. Əgər sənin bacarığın və intellektin buna imkan vermirsə, yəni qazanmağı bacarmaq deyilən bir şey var. Yəni ağıllı olmaq, savadlı olmaq, məktəb qurtarmaq, pul qazanmaq demək deyil. Pul qazanmaq üçün məktəb qurtarmağa da ehtiyac yoxdur. Yəni kobud da olsa deyəcəm mən. Yəni pul qazanmaqla ümumiyyətlə savadın heç bir əlaqəsi yoxdur. Sadəcə sən riyaziyyatı bilsən, biraz ona kimi saya bilsən, yəni səndən biznesmen olacaq.
Əsas odur ki, sən pul qazanmağı bacarırsan və sən bilmədiyin işi, o işi bilənə elətdirməyi bacarırsan. Çünki o işi bilən adam oturub qıraqda liderlik xüsusiyyəti yoxdur və bu adam ancaq işləməyi bacarır. Yəni kiməsə işləsin. Belə insanlar var. Yəni bunlar sırf iş axtarırlar. Yəni burada pis bir şey yoxdur. Hərə bir vəzifədə işləməlidir. Amma elə adamlar da var ki, mənim kimi. Mən heç kimin qulu, əmri olmaq istəmirəm. Yəni kiminsə əlinin altında. Mən heç vaxt bunu götürməmişəm. Neçə dənə işlərdə işləmişəm. Həmişə çıxmağımın səbəbi bu olub ki, söz götürməməyim olub. Ona görə də millət öz qarşıma məqsəd qoyub gəlib buralara çıxdım ki, mən heç kimin əlinin altında işləməyəcəm və mənim də gələcəkdə hansısa bir partnyorlarım və mənlə bir yerdə çalışan insanlar olsa, mən onlara maaş yox, mən onlara qazandıqları işin faizini verəcəm millət. Fix maaş da verə bilərsiniz, üstündə faiz də verə bilərsiniz. Çünki millət faiz vermək insanları motivasiya verir. Çünki o bilir ki, daha çox iş görsə, daha çox qazanacaq və onun da motivasiyası olur və burada sən də qabağa düşürsən, o da qabağa düşür. Yəni belə bir münasibətlər olur. Bizdə məsəl üçün akademiyada da partnyorluq münasibəti var. Kim istəsə, partnyor olmaq istəsə, partnyor olaraq bizlə qazanmaq istəsə, prosta yaza bilər millət. Ən azı biznes anlayışınız olsun, nə bilim, nəsə bacarın da. Yəni heç nə bilmirəm, yazdım, mənə iş ver, deyir, heç nə bilmirəm. Deyirəm, nə bacarırsan, deyir, fəhlə, ofisiant, deyirəm, o işi planetin 90% bacarır. Başqa nə bacarırsan, deyir, heç nə. Deyirəm, üzrlü say dostum, mən sənə nə iş verim? Mən iş vermirəm. Mənim yanımda olan uşaqlar mənim yanıma gələndə heç nə bilmirdilər demək olar ki, elə mənim kimi. Biz örgənə, işləyə bir yerdə çalışa, onlardan video montajör da çıxdı, onlardan copywriter da çıxdı, onlardan hər şey çıxdı. Yəni başlayanda mənimlə bir yerdə çalışmağa heç nə bilmirdilər. Əsas mənə maraqlı olan o idi ki, adamın gözündə alov olsun, adamın gözündə istək olsun. Belə deyim ki, göstərici çox azdır. Mənim eləncə imkan yaratdığım insanlar 100-dən çoxdur demək olar ki, amma onların içində gəlib indiyə kimi mənlə qalanlar çox az bir saydır uşaqlar. Çünki bu ələkdən keçə gəlirsən, axırda əsaslar qalır. Belə olacaq sizdə, bunların hamısına hazır olun uşaqlar. Yəni fərqi yoxdur siz hansı bizneslə məşğulsuz, fərqi yoxdur hansı işlə məşğulsuz. İçinizdəki istək, onsuz da kənardakılar millət danışacaq. Onlar hamısı danışacaq. Onlar danışmağında olsun. Mən burada çinarlara baxıram. Burada canlı çox dəhşət hava var uşaqlar. Təmiz, super. Möhtəşəm bir görüntüdən həzz alıram. O boş boğaz nə edir məsəl üçün? Oturur öz anasının ödədiyi kirayə evdə və mənə orada şərh yazır. Hansı ki heç özü də o kirayəni vermir, hansı ki yüklüyüb valideyninin üstünə. Yəni millət, belə adamlara ümumiyyətlə fikir vermək lazım deyil, onların frekansına düşmək lazım deyil. Frekanslar sizə maraqlıdırsa, frekanslar barədə danışa bilərəm. Frekanslarla necə bədəni sağaltmaq olar? Millət, baxın, çox ideal özümü hiss edirəm. Möhtəşəm özümü hiss edirəm. Gündən günə daha da cavanlaşıram, aydın olur sizə. Bilsiz niyə? Çünki mən sirri bilirəm. Mən Tanrı ilə kontaktı bilirəm. Mən bilirəm bu kainat necə işləyir uşaqlar. Və mən öyrənirəm. Yenə də öyrənirəm. Bilirəm, lap yaxşı. Yenə də öyrənirəm. Yəni bilirəm deyib qırağa durmuram. Çünki Tanrının bu yaratdığı gözəl bir yer siz necə görməyə bilərsiniz bu boyda? Necə görməyə bilərsiniz? Bu nədir bu? Bu yer hamımıza pulsuz verilib. Sadəcə pul bir illüziyadır. Düşünün ki, elə bir dövrdə yaşayırsınız, pul yoxdur. Və o vaxtı pulla heç nə həll olmurdu. İndi siz pulu öz beyninizə salıb özünüzə illüziya yaratmayın. İstədiyiniz bir şeyi Tanrıdan istəyin və buna inanın. İnanın ki, onun üçün çox rahatdır onu vermək sizə. Və ən əsası millət, gözləməyi bacarmaq lazımdır. Gözləməyi bacarmaq lazımdır. Səbirli olmaq lazımdır. O saat öz-özdən çıxmaq lazım deyil. Bunlar ən vacib əməllərdən biridir. Ən vacib əməllərdən uşaqlar. Bu dəqiqə o qədər xoşbəxtəm ki, mən sizə bunu çatdıra bilmirəm. Prosta işlərim o qədər çoxdur ki, mən bugün 50 dənə yerə qaçmalıyam. Aydın olur sizə. Yəni mən də ancaq qrafikin qabağında oturmuram. Mənim də ailəm var, mənim də işlərim var, mənim də sənədlərim var, mənim də o var, mənim də bu var. Mən də ora qaçmalıyam, bura qaçmalıyam. Mən ümumiyyətlə arada bir də görürsünüz ki, belə mənə qəribə gəlir. Bilirsiniz nə qəribə gəlir? Axşam
baxıram ki, mən nə qədər iş görmüşəm, bu nətər, necə elədim mən bunların hamısını. Stories paylaş, o birisi kanala get, onu paylaş. Bunları başqa adama tapşırılası işlər deyil. Çünki mən trading işini kimə tapşırıram? Kim bilir onu? Bu adam video montajördür, bu adam trader deyil. Məsələn, bu adam flankəsdir, bu adam zaten trader olsa, gəlib mənim işimi niyə görsün? Bu elə bir işdir ki, sırf mənə aiddir və mən bunu eləməliyəm. Mənim bütün kontentim millət mənə aiddir. Mənim adi PDF-lərdə, nə bilim, tekstlərdə, videolarda gördüyünüz istənilən bir şey hamısı mənə aiddir. Çünki millət, mən Google-dan, oradan buradan şəkil skrin eləyib sizə atmıram. Hamısını özüm girirəm, canlı bazarda baxıram. Aha, həqiqətən bu situasiya olub, olmayıb, onların hamısını mən sizə göndərirəm millət. Həyat maraqlıdır. Prosta bir dənə bir şeyə başa düşün ki, indi yaşadığınız bu dəqiqə olan həyat sizin dünənləri düşündüyünüz düşüncənin bəhrəsidir. Aydın olursa, məsəl üçün o çınarı kimsə orada əkib bir vaxtı. O çınar indi bitib, düzdür? Onun yerinə kol əksəydilər, kol bitərdi. Çınar əkiblər, çınar bitib. Bizim düşüncələrimiz belədir. Siz nə qədər düşüncünüzü dəyişməyəcəksiniz. Yoxdur çıxış yolu. Heç bu dünyadan da çıxa bilməyəcəksiniz. Getdiniz, təzədən qayıtdınız. Getdiniz, təzədən qayıtdınız. Mənim ən böyük arzum bu dünyadan çıxıb getməkdir. Ona görə millət, mən əlimdən gələni eləyəcəm ki, bu dünyaya bacardığım qədər yaxşılığım dəysin. İnsanlara bacardığım qədər bilik verim. Bu böyük bir xidmətdir və bunu eləyirəm, mən qalxıram millət. Nəyə görə? Çünki Tanrı məni qaldırır. Tanrı məni qaldırır. Bilgini verir, mən paylayıram uşaqlar. Və bu sistem belə işləyir. Millət, nə sual, nə sorğu varsa, Instagram, izləyirik Instagramda da, Telegramda da izləyirik. Yazın aşağıda, şərhlər bildirin, konkurs iştirak eləyin. Hansı mövzular sizin üçün maraqlıdır? Yazın aşağıda. Tək trading olmasın, motivasiya barəsində də olsun. Siz yenə də deyirəm, tək trading deyib trader olmayacaqsınız. Əgər sizin düşüncə tərziniz dəyişməsə, iminli o ruh rahatlığı, siz istənilən bir işdə uğur tapa bilməyəcəksiniz. İminli bunun üstündə işləmək lazımdır. Hamınız uğur və nailiyyətlər və bolca keş. Hər birinizin mesajını Instagramda gözləyirəm uşaqlar. Hələlik.